Paşinyan sözünü tutmadı. Ermənilər yenidən küçələrə axışdı. Nikolun ofisi qarşısında gərginlik. İrəvanda təsərrüfat subyektləri yenidən Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Report erməni kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla şəxsi görüş tələb edirlər. Etirazçılar təxminən 10 gün əvvəldə aksiya keçiriblər. Bununla yanaşı onlar hökumət dəftərxanasına 2350 vətəndaş tərəfindən imzalanmış bəyanat təqdim ediblər. Narazılığın əsas səbəbi vergi qanunvericiliyindəki dəyişikliklərdir. Aksiya İştirakçıları bildiriblər ki, hökumətə dəfələrlə müraciət ediblər. Lakin Paşinyan vətəndaşlara verdiyi vədləri yerinə yetirmiş. Onlar dövriyyə vergisinin 50% artırılması, məcburi inventarizasiya kimi bir sıra problemləri qeyd ediblər. Etirazçılar əmindirlər ki, dövriyyə vergisi haqqında qanunvericilik edilən bu cür dəyişikliklər kiçik və orta biznesin məhv edilməsinə yönəlib.